Allahım bizi o ağanı narahat edənlərdən qərar vermə. İlahi, dini və cəmiyyətə xadim olanlardan bizlərə qərar ver. Bu az xidmətləri bizlərdən qəbul elə. Bu az xidmətləri əllərimizdən alma. Allah, xəstələrimizi tezinə şifayı acil inayət elə. İlahi və Rəbb, övladı olmayanlara övlad nəsib elə. Ya Rəbbəl aləmin, o kəslər ki bizdən dua istəyirlər, o qardaş bacılarımın dualarını qəbul elə. Borcu olanların borclarını verməkdə onlara yardımcı ol. Evsiz qardaşlarımıza ev nəsib elə, işsiz qardaşlarımıza iş nəsib elə. Allahım, ekran qarşısına əyləşən qardaşlarım var, bacılarım var. Onlar da sənin dərgahı və əllərini qaldırırlar. Allah, onlar nə duaları varsa onlardan qəbul elə. Ya Rəbbəl aləm, bağışlamamış bizi bu Ramazan ayından çıxartma. Qədir gecələrini yaşamağı bizlərə nəsib elə. İlahi, Qədir gecələrində əhya saxlamağı bizə nəsib elə. İlahi, namaz qılmayan qardaş bacılarıma namaz qılmağı nəsib elə. Hicaba riayət eləməyən ana bacılarımıza hicaba riayət eləməyi nəsib elə. Şəhidlərimizi Kərbəla şəhidlərinə məhşur elə, yaxınları qəlblərinə huzur və aramlıq nazil elə. Allahümme salli ala Muhammed və ali Muhammed.